Deməli, birinci sualımıza baxaq. Görək birinci sualda bizdən nə istəyir? A. Deməli, dilçə kliplər, filmlər, video çarxlar, informasiyanın hansı növ təqdim edilmə formasına aiddir? Deməli, burada uşaqlar film, video çarx hərəkətlidir, düzdür? Yəni, siz orada qrafik götürə bilmərsiniz, şəkil götürə bilmərsiniz. Video olacaq, Y variantı. 62. Gəlin götürək 62-ni. Aha. Deyir, mağazada 180 çeşiddə mal var. Bu malların 2-3 kodla kodlaşdırılması üçün ən az neçə bitdən istifadə olunur? Necə yazmısınız? 180 bərabərdir 200 bölü. Aha. Sonra nə almışsınız? Hə. 182 hansı qüvvətidir? Hansı qüvvətinə yaxındır? 8-ə mən. Aha, yəni 2 üstü 7 ilə 2 üstü 8-in arasında yerləşir və biz də bunu yəni götürürük 2 üstü 8. Bu da bərabərdirsə 2 üstü n-ə. N-ə bərabəriyim 8 bitə. Deməli, ən az 8 bit istifadə olunacaq. Sonra gəldik 63-ə. ASCII sistemində əlifbanın gücü nə qədər? ASCII-də bir simvolumuz 8 bitdir. Əlifbanın gücü istəyir. Yəni 2 üstü 8. 256 dənə simvol olmuş olacaq. 64. Aşağıdakılardan hansı informasiya proseslərinə aiddir? İnformasiyanın toplanılması, saxlanılması, emalı ötürülməsi var. Amma informasiyanın silinmə prosesi yoxdur. Deməli, cavabımız D variantıdır. 65. 18-dən 9 alınıb, 25-dən 11, 43-dən 13 və 67-dən neçə alınacaq? Əvvəlcə biz bunun məntiqini tutmalıyıq ki, bunlar 18-dən 9-u necə alıblar? Baxın, nə edə bilərik burada? Baxalım. Vuruq müəllim üstünə 1 gəlirik. Aha. 1 8-in 8 üzərinə 1 gələndə 9. 2 5-in 10 plus 1 11. 3 4-ün 12 plus 1 13. 6 7-in 42 üzərinə 1 gələndə 43. Deməli, bunun məntiqi nə imiş? Ədədin hasilinin üzərinə, daha doğrusu ədədin rəqəmlərinin hasilinin üzərinə 1 gəlirik. Bəzən kvadrat ola bilər, kub ola bilər və yaxud da nəyəsə nisbəti ola bilər. Yəni, bu tip suallar sırf necədir? Məntiqi testlərdir. Sonra gələk 66-cı sualımıza baxaq. 66-da əvvəlcə nə edirik? Uşaqlar, terabaytı, megabaytı çevirək. 32-də 1 hissəsini tapaq. Əvvəlcə gəlin yazaq. Bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt. Biz əvvəlcə teradan megaya keçməliyik. Nə edəcəyik? 32-də 1 terabaytı megaya çevirəndə 220-yə vuracaq, düzdür? Buradan artıq bu teradan megaya çevirəcək. Yəni 220-ni 32-də 205 deməkdir. 205-ə böləcəyik. Buradan nə alınacaq? 215 megabayt. Deməli, cavabımız nə imiş? B variantı imiş. Sonra 67. 1994 Rum say sistemi necə təsvir olunur? Bizə lazımdır 1994-ə. Deməli, biz bir dənə M-dən istifadə edərik. 900-ü yazmaq üçün bir M, sadəcə solunda C-ni yazarıq. Niyə? Çünki böyükün sonunda, böyük bir Rum rəqəminin solunda kiçik bir Rum rəqəmi yerləşəndə nə edirdik? Çıxırdıq da, düzdürmü? Deməli, olacaq M, C, M. 94-ü yazmaq üçün də yenə bizdə lazımdır 100 çıxılsın 10, 90 yazmaq üçün. Onda C, XC yazarıq və 4. İndi D variantına baxalım uşaqlar. Dediyim cavab nədədir? D variantında olmuş olacaq. Bizə 68-dən nə verilib? Belə bir ədəd verilib, daha doğrusu açılış yazılış verilib. Bizə deyir ki, 8-lik say sistemində bu ədədi tapın. Fikir versiniz 5, 4, 3-dən 2 qüvvətləri yoxdur. Deməli, bunlar nə zaman olmaya bilər? Oradakı ədədləri sıfıra vurursan ki, biz sanki 2 vurulsun 8 üstü, 2 vurulsun nədir? 0 vurulsun 8 üstü 3, 0 vurulsun 8 üstü 2, onları ixtisar edib. Baxın, gəlin baxaq bir dənə Y variantına biləcəksiniz nə demək istəyirəm. Baxın, Y variantını açıq şəkildə yazsaq, baxın, Y variantı bunun açılışıdır. 7 vurulsun 8 üstü 5,
plus 2 vurulsun 8 üstü 4 plus 0 vurulsun 8 üstü 3 plus 0 vurulsun 8 üstü 2 plus 5 vurulsun 8 üstü 1 plus 0 vurulsun 8 üstü 0. Bəzən mən misalları sizə birbaşa həll elədiyim zaman nə dedim? Dedim uşaqlar onsuz da 0-ı nəyə vursun? 0 eləyir. Heç onu yazmasaq da olar. Baxın sanki onları yazmayıb, bunları yazıb. Aydındır? Sonra 69 verilmiş ikilik ədədlərdən hansının yaddaşı 2 bayt yer tutur? Uşaqlar, bir simvolumuz bizim 8 bitdir. Bizdə də baytı bitə çevirmək lazım. Niyə? Çünki bizim ikilik ədədlərimiz bitlər şəklindədir. 2 baytı bitə çevirəndə 2-ni 8-ə vururuq, 16 bit. Gəlin variantı seçirik. Hansında 16 dənə 0, 1 varsa, doğru cavabımız o olacaq. İndi baxaq. Burada oxşar cavab ayla 7. Gəlin ayəni hesablayaq. Digərlərinə ehtiyac yoxdur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. A variantı 15 dənədir. Amma Y variantında baxıb bir dənə 1 ondan daha artıqdır. Deməli 16 olan Y variantında olmuş olacaq. Sonra götürək 70-ci sualımızı. Uşaqlar, deyir 60 megabaytın 20% arxiivləşdirişdən sonra neçə kilobayt olar? Bizə yerdə qalan lazımdır. 60 megabaytı əvvəlcə kiloya çevirirəm. Yəni 210-a vururam. Çünki cavabı kilobaytla istəyir. Və bunun artıq 20 yox, 80%-ni tapıram. Bölürəm 100-ə. 0 ilə 0-lar getdi. 8-i 2 üstü 3 yazaram. 6-nı da 2 vurulsun 3 kimi yazaram. Burada da 2-ni 2 üstü 1 deməkdir. Yəni buradan olacaq 3 vurulsun 2 üstü 14. D variantı olmuş olacaq. Doğru cavabımız. Sonra 71-ci sualımız. İnformasiya daşıyıcılarının fiziki prinsipinə görə uyğunlaşın. Optik, elektron və maqnit. Gəlin baxaq. Deməli, bizdə optiklər hansılar olacaq? DVD-RV-lər, bir də Blu-raylar, mavi disklər, elə rəngi mavi rəngdə olur. Deyil. Sonra elektronlar. Elektronumuz bizim SSD, flash kartdır. Ondan maqnitə qalır bir dənə. Hansı variant qalır? HDD-lərlə adi kasetlər qalır. Onda indi bir dənə baxaq variantlarımıza. Birə D-yi elə yox, C-də də var D-yi. Elə uşaqlar A variantına baxın. Doğru cavabımız A variantı olmuş olacaq. İnformasiya doğrudur. Təhrif olunmayıb, təhrif edilməyib və etibarlı mənbələrdən əldə olunub. İnformasiyanın hansı xassəsidir uşaqlar? Təbii ki də etibarlı xassəsi olmuş olacaq. Gəlin indi baxaq 73 və 74-ə. Aha, 73-də. Bu tip say sistemlərini, daha doğrusu say sistemlərində olan tənliklərin hər tərəfini onluğa çeviririk. 0, 1, 0, 1, 0, 1, 2. 2 vurulsun x üstü 1 plus 3 vurulsun x üstü 0 plus 5 vurulsun x üstü 1 plus 6 vurulsun x üstü 0 bərabərdir. Say sistemimiz 5'likdir. 2 vurulsun 5'in kvadratı plus 1 vurulsun 5 üstü 1 plus 3 vurulsun 5 üstü 0. 2x'in üstü 1 elə 2x'dir. X'in üstü 0 1 deməkdir. 1'i 3'ə vuranda plus 3 plus 5x plus 6 bərabərdir. 5'in kvadratı 25, 25'i 2'yə vuranda 50. 50 bu da 5, 55 o da 3, 58. 2x ilə 5x verir 7x. 58-dən də biz buradan 9'u çıxsaq qalacaq 49. X nəyə bərabərdir? 49'u 7'yə böləndə 7'yə. Çünki 7 7-nin 49 etmiş olacaq. Deməli, doğru variantımız hansıdır? B variantı. Keçən 74-də. 8'lik say sisteminin hər bir simvolu yaddaşda neçə bit yer alır? 8'lik say sistemi 2 üstü 3. Yəni 3 bit yaddaşda yer ayrılmış olacaq. 8'lik say sistemini 2 üstü 3 şəklində göstərir. Sonra informasiya ölçü vahidləri artan sırayla düzülmüş variantını seçin. Bizdə necədir ölçü vahidləri? Bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt və s. İndi baxaq, gigadan sonra mega verib səhvdir. Mega sonra gigadır. A variantı çıxdı. B.
kilo, mega, giga, tera. Elə doğru cavab B-dir. Sadəcə digərlərinə bax. Kilodan sonra giga yox, mega gəlməli idi. Səhv. Megadan sonra gigabayt, amma gigadan sonra kilo yox, terabayt gəlməli idi. Səhv. Terabaytdan sonra giga yox, gigabayt, terabayt və s. Həmçinin səhv verilir. Doğru cavabımız B-dir. 76, 77. Uşaqlar, nəyə başa düşməsəz soruşun. Buraya qədər səhvlərinizi izah eləmişəm. İçində var idi səhvləriniz. Bura qədər yox müəllim, məndə yox Aha, idi. Zəhmət səndə. Axır aydadır. İzah eləmişsiniz. Uşaqlar, əlifbamızın gücüdür. Gücü 64 olan əlifbadan istifadə edilərək kodlaşdıran 6 simvolluq söz yaddaşda neçə bit yer tutacaq? Necə yazmısınız bunu? Yaxşı. Deyin görək. 76-da mənim 64-ü bərabər eləmişəm 2 üstü i-yə. İ-ni oradan 6 tapmışam. Sonra 6 simvolluq deyirsə, eşitdə o 6 vurulsun 6 eləyir 36. Aha, bəli. Deməli, biz Məndən burada mən də harfli və şenon düsturundan istifadə etmiş oluruq. Yaxşı, keçək indi 77-ci sualımıza. Kaspi sözlüyü 16-lıq sayəsində hansı ədədi ifadə edir? Əvvəlcə gəlin Kaspini düzək. 0, 1, 0. K-A, 0, 0, 0. K-A-S, S-1, 0, 0. P-0, 1, 1. İ, 0, 0, 1. İndi 16-lıqda dediyi üçün qaydamız nə idi uşaqlar? 4-4 4-4 ayırırıq. ayırırıq. 1, 2, 4, 8. Aha. 1, 2, 4, 8 qaydası, 1, 2, 4, 8 qaydası, 1, 2, 4, 8, 1, 2, 4. Əgər ədədim olsaydı 8 yazacaqdım və 1-in qüvvətlərini toplayırıq. Elə burada 2, burada 1, burada 1, burada isə 9. Deməli, bizim kodumuz nə imiş? D variantında imiş. Sonra keçək digər testlərimizə. Duyğu üzvləri vasitəsilə qəbul edilməyən informasiya növü hansıdır? Uşaqlar, rəqəmsal informasiyalar duyğu üzvləri vasitəsilə alınmır. D variantı. Rəqəmsalı bəzən siz digital olaraq, diskret olaraq, kəsilən olaraq da görə bilərsiniz. Kod nədir? Gəlin indi buna baxaq. Deməli, uşaqlar, kod nədir? Şərti işarələr sistemidir. Baxın, Y variantı. Sonra 80. Uşaqlar, bunu hesablamağa alt-alta yazırsınız, sizə rahat olsun deyə və ikilik say sistemində toplayırsınız. Nuran, buradasan? Ben buradayım. İndi sən kömək eləyəcəksən, toplayacaq. Yaxşımı? Yaxşı mı? Hə. De görək. Mənim 0 1 1 1 0 1 1 1 2 3 2 1 yazırıq. 1 yadda. 0 yazırıq 1 yadda. 1 0 1 1 yazırıq 1 yadda. 0 yazarıq bir yadda. 1-in üzərinə bir yaddanın gələndə 2 eləyir. 2 yaza bilmərik, yaxud 0 yazırıq, Hə. yenə bir yadda. 2 1 hə 0 1 yadda. Aha. Burada da yenə 0 1 Yox, yadda. 0 ilə 1 eləyir 1, o da 1 yadda, 2 eləyir. 2 yaza bilmərəm, 0 yazıram 1 yadda. İndi burada sən yəni. Hə də mən də 1 dedim. ilə 1 2, o da 1 3. 3 yaza bilmərəm. 3-dən 2-ni çıxıram, 1 yazdıram, yenə 1 yadda. Bu 1 ilə o 1 yaddını Burada da toplayanda yenə 2 eləyir. 2 yaza bilmərəm. 0 yazıram, 1 yaddan da qabağına. 1 də atıram qabağa. Hansı variant olmuş olacaq? A variantı. A var. 81. Uşaqlar, görün nə dir tutumu 11 terabayt olan boş diskdə. 3 ədəd 2048 gigabaytlıq mətn faylı, 6 ədəd 512 megabaytlıq şəkil faylı və 4 ədəd 0.5 terabaytlıq səs faylı əlavə edilərsə, diskdə nə qədər boş yer qalır? Gəlin ortaq olaraq bunları nəyə çevirək? Giga-ya çevirək. Giga ilə alınmasa digər ölçü baytlarına keçirək. Əvvəlcə 3 terabaytı 2048-ə vuraq. Bu eləsin 6144 gigabayt. Əslində bunu terabayta çevirə bilirik. Bölək 1024-ə, bu olsun 6 terabayt. 6 ədəd 512-ni 6-nı 512-yə vurduğumuz zaman 3072 gigabayt eləyir. Bunu megadan gigaya çevirərik. 1024-ə bölərik. Bu qalsın 3
megabayt kimi hələlik. Və digəri 4-ü 0.5 terabayta vurduğumuz zaman bu da eləyəcək 2 terabayt. Biz bunları çıxmalıyıq ki, bu 11-dən görək nə qədər boş yerimiz var. 6 ilə bu 2 elədi 8. 11 terabaytdan çıxsam 8-i, 11-dən çıxsam 8 terabayta. Tıba. Nə qalacaq bizdə? 3 terabayt. İndi 3 terabaytdan 3 megabaytı çıxmalıyam, axı çıxa bilmirəm. İndi terabaytı gəlin GB-yə çevirək. 3072-dən çıxaq 3 megabayta. Bu da verəcək mənə 3069 gigabaytı. C variantı olmuş olacaq. Doğru cavabımız. Sonra çizək. Mən həmişə bunlarda səhv yazıram. Elə bir səhvin bu idi, bir də sondakı 89. Ortaq, həmişə yadında saxla. Ortaq bir ölçü vahidinə gətirirsiniz, yaxşımı? Yaxşı. Baxaq indi 82-mizə. İnsanın qəbul etdiyi informasiya, uşaqlar necə informasiyalar? Bəli, analog informasiyalar. 8-lik say sistemində ədəd verilib, onluqda deyil. Gəlin əvvəlcə 8-liyi də toplayaq, sonra onluğa çevirək. 4 ilə 7-nin cəmi 11 eləyir. 8-lik say sistemində 11 yaza bilmərəm. 11-dən 8 çıxıram, 3 yazıram, 1 yadda. 5 ilə 4, 9, o da 1, 10. 10 yaza bilmərəm. 10-dan 8 çıxıram, 2 qalır, o biri atdım qabağına. Bu oldu 8-likdə. İndi onluğa çevirəcək. 0, 1, 2. 1 vurulsun 8-in kvadratı plus 2 vurulsun 8 plus 3 vurulsun 8 üstü 0. 64 plus 16 plus 3. Bu da 83'ü vermiş olacaq. Sonra 84. Mən hərəsini onluğa çevirib sonra toplamışam. İndi başa düşürəm. Fərqi yoxdur. Elə Hə, də mən də. uşaqlar, fərqi yoxdur. Hə, alınır hə. 84. Onluq say sistemində verilmiş ədəddəki birlərin sayını soruşur. Uşaqlar, siz bunu parçalaya bilərsiniz. 64 plus 4-ün kvadratı kimi. Müxtəsər vurma düsturu ilə açsaq. 2-nin üstü 6, bu da 2 üstü 2-nin kvadratıdır. Verəcək 2 üstü 12 plus 2 üstü 6-nı 2 üstü 2-yə vuranda 2 üstü 8, axı 2 vurulsun 2 AB-də. Bu verir 2 üstü 9 plus 2 üstü 4. Bizim qaydamız var idi. Bu ikilik say sistemini ifadə eləməliyik. İkilik say sistemini gözətləməyə... Sıfırlarda mənim üzərindəki. Aha, 1 yazırıq, 12-dən 0. Bir dalında 12 dənə 0. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Üzərinə gəlsin, bir dalında 9 dənə 0. Və bir dalında 4 dənə 0. İndi buradan toplayırıq. Zaten bizdən birlərin sayını soruşur. Bir dənə 1, 2 dənə 1, 3 dənə 1. Toplayanda 3 dənə alınacaq. Aydındır mı? Kimsə bunu səhv yazmışdı. Mən səhv yazmışdım mənim. Başa düşdünmü səhvi? Bildim mən. Sonra 85-86. Deyir uşaqlar, hansı doğru qayda deyil? Baxaq. Bizdə acı var 16-lıq say sistemində, amma n hərfi yoxdur. Deməli, biri 4-dür. Bizdə 10-luq say sistemində y yoxdur. Biri də 6-dır. Digərləri düzdür hamısı. Digərləri düzdür. Deməli, doğru olmayan 4 və 6-dır. 128 simvolu əlifba ilə kodlaşdırılmış daxili yaddaş ifadəsi yaddaşda neçə bit yer tutur? 128 bərabərsə 200 deyək. Nəyə bərabər? 7 bitə. Yəni, mənim bir simvolum 7 bitlə kodlaşacaq. 7-ni vuracağım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 21, 2 yadda. 91 bit. Cavab bit. 91 bit. Sonra 87. Anlaşıqlıq, obyektivlik, tamlıq. Baxaq. Anlaşıqlıq xəstəmiz nə idi? Hamı tərəfindən başa düşülən informasiya olmalı idi. Düzdür? Obyektivlik, belə deyək də, şəxsi fikirlərin təsirinə məruz qalmayan idi. Tamlıqda informasiyanın, həmin informasiya haqqında nə qədər çox məlumat olsa, bizim informasiyamız o qədər tam olurdu. İndi gəlin baxaq bir-bir. Anlaşıqlıq. İnformasiya almaq və ya qərar qəbul etmək üçün kifayətdir. Baxın, 3-ə gedəcək A variantı. İnformasiya subyektiv fikirdən asılı deyil. Obyektivliyə aiddir 2-yə B. Bir dənə də 3-ə qalır C. İnformasiyanı qəbul edici üçün əlçatan bir dildə istifadə edilmişdir. Deməli, onda olur 1-ə C, 2-yə B, 3-ə A. Keçək 3 sualımızın da izahını verək.
Bir 8'lik sayı sistemində verilmiş ən kiçik 4 rəqəmli ədədi 16'lıq sayı sistemində nəyə bərabər? 8'lik sayı sistemində ən kiçik 4 rəqəmli ədəd 1, dalında 3 dənə 0. 8'likdə. Bunu 16'lıqda ifadə edəndə nə edirik? Hər birini ayrı-ayrılıqda ikiyə çeviririk. Mən fərqli deyir. Necə? Rəqəmlərin fərqli. Fərqli deyir. 1023. 1, 0, 2, 3. Bəli, 8'likdə. Bunu Mən 1234 götürmüşəm. Ona görə səhv olub burada. 1 elə 16'lıqda 8'likdə var. Sadəcə bizdə 8'likdə bir simvolumuz 3 var. 001. 0 3 dənə 0-dır. 2 1 0-dır, amma qabağına 1 0 əlavə eləyirəm. 3 1 1-dir, qabağına 1 0 əlavə eləyirəm. 8 də 3 dənə 1 deməkdir. İndi 16'lıqda 4-4 ayıracaq. 1 2 3 4, 1 2 3 4, 1 2 3 4. Qaydamız 1 2 4 8, 1 2 4 8, 1 2 4 8, 1 2 4. Qüvvətlər toplayırıq. 1 0 9, bu da 15 edir. 15'i də F kimi yazacaq. Aydındır. Müəllimə, orada bu cavab deyil axı. Orada 111 artıq yazdıq biz. 8-də götürdük. 8-də götürdük çünki biz. Düzürsüz. Bizə də güzürlüsən. Biz bura qədər götürməliydik. Hə, saçdım. 0 0 1 0 0 0 0 1 0 3-də 1 1 qabağına 0 atır. Hə. İndi bunu 4-4 ayıracaq. 1 2 3 4 1 2 3 4 1 2 4 8 qaydası 1 2 4 8 qaydası 1 2 4 8 qaydası 2 1 bu da 3. Hansı sayı sistemində? 16'lıq sayı sistemində. Bir də mənim səhvim. 89'a. Deməli, gigabaytla ifadə eləməli. 2 terabaytı gigabayta çevirəndə nə edirik? 2-ni vuracağıq 1024-ə. Üzərinə gəlsin. 514 megabayt. 524 megabaytdır da. 524 ilə bunu toplasaq verəcək bizə 1536. O da bir tam çevirəndə 1024'ə böləndə. Bir dəqiqə bunu bu yazaq. C bu yazaq daha doğrusu. Hə. Bunlar ikisi bir yerdə mənə verir 1536 megabaytı. Gigabayta çevirəndə 1,5 gigabaytdır. Üzərinə gəlsin 1,5 gigabayt. Üzərinə gəlsin 0,5 gigabayt. Bu eləyəcək 2048 plus 2. Bu da eləyir 2050 gigabayt. Aydındır. Aydındır müəllimə. Gəlin sonuncu sualımıza baxaq. Elektron kitab 32 səhifə, hər sətirdə 64 sətir, hər sətirdə 128 simvol olmaqla yaddaşda 192 kilobayt yer tutur. Kitabı kodlaşdırda əlifbanın gücünü tapın. Yəni K vurulsun, səhifə vurulsun, sətir vurulsun, simvol bərabərdir H. Bunu tapmalıyıq. Gəlin yazaq gedək. K vurulsun, 32 vurulsun, 64 vurulsun, 128 bərabərdir 192 kilobayt. Amma burada əlifbanın gücü bitirən olduğu üçün bunu 213'ə vuracaq. K-nı tapanda 192'ni necə parçalaya bilərəm? 64 vurulsun 3 kimi. 64 də 2'nin üstü 6 vurulsun 3, vurulsun 2 üstü 13. Bölünsün 2 üstü 5, 2 üstü 6 və 2 üstü 7. Bunlar elə gedəcək. 2 üstü 5 ilə bu da gedəndə qalır 6. K-nı 6 tapdım və yaxud da i-ni 6 tapdım. Fərqi yoxdur. Hartli düsturumuz 2 üstü i-dir. Yəni gətirib 6'nı qoyacaq burada. 2 üstü 6, bu da eləyəcək 64. Aydındır? Bura qədər. Kim başa düşmədisə desin yenidən izah edeyim. Hər şey aydın mənim. Aha, yaxşı. Onda uşaqlar yekunlaşdıraq. Ev tapşırığınızda da bildirinizdə nədir? Koderadan işləyəcəksiniz. Koderadan. Yaxşı təkrarlayın. Oldu müəllimə. Sağ olun, gecəniz xeyir. Gecəniz xeyir.